Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri baş verib. Ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan yeni sərəncama əsasən tanınmış ictimai xadim Ədalət Nurullaoğlu Fərəcov yüksək dövlət mükafatına layiq görülüb. Rəsmi məlumata görə Ədalət Fərəcov uzun illər ərzində Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyəti, dövlətçiliyin möhkəmləndirilməsi və cəmiyyətin inkişafına verdiyi töhfələrə görə ikinci dərəcəli əmək ordeni ilə təltif edilib. Bu orden ölkədə zəhməti və xidmətləri ilə seçilən şəxslərə verilən nüfuzlu dövlət mükafatlarından biri hesab olunur. Qeyd edək ki, əmək ordeni Azərbaycan Respublikasında müxtəlif sahələrdə istər dövlət idarəçiliyi, istər ictimai fəaliyyət, istərsə də sosial sahələrdə fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə təqdim olunur. Bu mükafatın ikinci dərəcəsi isə xüsusilə uzun müddətli və səmərəli fəaliyyət göstərən şəxslərə verilir. Ədalət Fərəcovun bu mükafata layiq görülməsi onun illər boyu göstərdiyi fəaliyyətin dövlət səviyyəsində yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Ekspertlərin fikrincə bu cür təltiflər cəmiyyətdə aktiv və məsuliyyətli fəaliyyət göstərən şəxslərin stimullaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, dövlət tərəfindən verilən bu kimi mükafatlar ölkədə ictimai-siyasi sabitliyin qorunmasına, vətəndaşların dövlətə olan etimadının güclənməsinə və gələcək nəsillərin daha fəal olmasına töhfə verir. Son dövrlərdə Azərbaycanda müxtəlif sahələrdə xidmət göstərən şəxslərin mükafatlandırılması istiqamətində ardıcıl addımlar atılır. Bu da onu göstərir ki, dövlət səviyyəsində əməyə verilən dəyər hər zaman prioritet məsələlərdən biri olaraq qalır. Sonda qeyd edək ki, Ədalət Fərəcovun təltif olunması həm onun şəxsi fəaliyyətinə verilən yüksək qiymət, həm də ümumilikdə ictimai fəaliyyətin təşviqi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Rəyinizi buraya daxil edin.